Milli Məclis uşaq hüquqları haqqında yeni hazırlanmış qanun layihəsi ilk oxunuşda qəbul edib. Yeni layihədə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlığı və s. olmaqla təsnif edilib. Layihə yalnız hüquqları bəyan etmir, onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Təqdim olunan layihə yalnız hüquqları bəyan etmir, onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Və bu baxımdan yeni layihə funksional və icra edici normativ akt xarakteri daşıyır. O cümlədən yeni layihədə ilk dəfə anlayışlar sistemi formalaşdırılır. 11 əsas anlayış ayrıca maddədə hüquqi təriflərlə təsbit edilir. Bu hüquq tətbiq etmə zamanı boşluqların aradan qaldırması baxımından mühüm əhəmiyyət daşıyır.